bitirib. Bu söhbətə qulaq asanda İlyas düşündüyü sualın cavabını utanaraq xəyalında cavablayırdı. Bəli, nənə, sənin tələbə oğlun İlyas çox yaman və vəfasız olub. Biraz sonra həyətdə daha əvvəlki iki kirayəşin də gəldi. Onları çaya dəvət edib xeyli söhbət etdilər. Nənənin onlar üçün çəkdiyi qarşılıqsız əziyyətləri yada salaraq məndən utanırdılar. Sonra onun məzarını ziyarət etmək üçün evdən çıxdılar. Aha, aferin, çox sağ ol. Sara adıyla qoşulan şagirdimiz buyur cavab ver birinci sualı. Qarkiş nənə kimdir sualına hansı cavab verə bilmərik? B. Paltar yuyaraq dolanan bir qadın idi. Bəli, o paltar yumağına ehtiyac yox idi. İkinci sualımızı oxusun. Fariz adıyla qoşulan şagirdimiz. İlyas müəllim nə üçün Qarkiş nənənin evinə gedir? Ona D. Vəfalı olduğunu göstərmək və onda xeyir almaq üçün. Aferin. Həzər, üçüncü sualımızı oxu. Mənim deyir, aşağıdakılardan hansılarının qayğıkeş nənənin xüsusiyyətlərini olduğunu müəyyən edin. Müəllim, 1 ehtiyatsız, 2 fədakar, 3 mərhəmətli. Müəllim, burada 3, 8, bir də müəllim 5. Mərhəmətlidir, xeyirsevərdir, təmizkardır, həm də ki 2 fədakardır. Yaxşı? Dördüncü sualımı kim oxumaq istəyir? Yusuf adıyla qoşulan şagirdimiz əl qaldırmısan. Buyur oxu. İlyas müəllim Qarkiş nənəni yoluxmağa gedəndə aşağıdakılardan hansı ilə qarşılaşmamışdır? A. Qapını gənc bir qadın açdı. B. Qadın və həyat yoldaşı onu çay süfrəsinə dəvət etdilər. C. Evdəkilər onunla kobud rəftar etdilər. D. Qarkiş nənənin dünyasının dəyişdiyini öyrənir. C variantı. Bəli, bizdən qarşılaşmamışdır. İnkarda olduğu üçün C variantı doğru variant. Doğru. Nigar buyur Mən oxu. oxuya bilərəm. Buyur Nigar oxu. Aşağıdakilərdən hansı bu hekayə çıxan nəticə ola bilməz? A. Edilən yaxşılıq qalıqsız qalmaz. B. Fədakar insanların heç vaxt unudulmaz. C. Unudulacaq bir-birinə yaxşılıq Bilə-bilə edilməz. yaxşılıq edilməz. Aha. D. Tələbəyə yardım etmək xeyir bir şey ola bilməz. Məncə C. Bəli, C. Unudulacağın bilə-bilə yaxşılıq edilməz. Xeyr uşaqlar, hər zaman yaxşılıq etmək önəmlidir. İstər unudulsun, istər unudulmasın. Günay Rəhimova buyur oxu. 6-da o möhtərəm qadın hüquq fakültəsində oxuduğunu son 2 ildə mənim əziyyətimi çəkib cümləsində əziyyətini çəkib ifadəsi mənası müəyyən edir. A. Dərin üzüntülü və ya qəm-kədər. B. Qeydiyə qalmaq, zəhmət çəkmək. C. Pərişan etmək, əzab vermək. D. Məqsədə çatmaq üçün işləmək. Burada cavab B variantıdır. Bəli, qeydinə qalmaq, zəhmət çəkmək. Məktəblərim yetdinib. Bəli, oxu gözəl. Oxu. Bu hekayəyə hansı ad vermək olmaz? Qayğıkeş nənənin həyat məktəbi, yaxşılıq evi, tələbə kirayəşinlər, tənha qadın. Demənə. Yəni tənha qadın. Bəli, tənha qadın deyildi. Biz də gördük ki, onun ətrafında çoxlu insanlar, gənclər var idi.